Salam Tural, necəsən? Salam dostlar, yaxşıyam, siz necəsiniz? Yaxşı. Bugünkü mövzumuz Bugün yoxdur. bugün daha ümumi söhbət edəcəyik. İlk dəfədir ki, spontan olacaq bu video biraz. Əhali azalması nə demək ümumiyyətlə? Əhali azalması doğum indeksinin müəyyən bir həddən 2 uşaq deyirlər qadın başına aşağı düşməsidir. 2 uşaqdan aşağı düşəndə artıq uzun perspektivdə 50 il olsun, 100 il olsun, artıq hesablayırlar ki, insan sayı azalacaq və insan sayının azalmağı da iqtisadiyyata mənfi təsir edir. Çünki iqtisadiyyatın əsas təbii ki, subyekti insanlardır. Yəni bu gün xüsusilə inkişaf eləmiş ölkələrdə ya da belə inkişaf etməkdə olan, müəyyən bir rifah səviyyəsindən yüksək olan, təhsil səviyyəsi, xüsusilə qadınların təhsil səviyyəsi müəyyən səviyyədən yüksək olan ölkələrdə əhalinin sayının ciddi şəkildə azalması müşahidə olunur. Sənin dediyinə bənzər bir şeyi Kəmal Abdulla demişdi. Azərbaycan Dillər Universitetinin rektoru demişdi ki, qadınlar evdə otursa yaxşı olar işləməsə. Yəni iqtisadi baxımdan da, Yox, yəni əslində o Həyat düz tərzi elə deyir. təbii ki, çarə deyil. Yəni indi qadınlar təhsil alır, əhalinin sayı aşağı düşür deyə onu da almasınlar, evdə otursunlar, işləməsinlər, bunu deyə bilmərik. Amma ki, yəni bunu datalarda göstərir, Dünya Bankının verilənləri. Yəni əhalinin xüsusilə qadınların təhsil səviyyəsi artdıqca, iş gücünə qatılımı artdıqca, biznesə filan əhalinin sayında azalmalar başlayır. Şəhərləşmə də böyüdükcə əhalinin sayı azalır. Çünki belə deyirlər ki, məsələn, əvvəllər kənddə böyüyəndə uşaqlar bütün demək olar ki, nəsil bir yerdə olurdu kəndlərdə. Qohum, qonşu, nənə, baba hamısı bir yerdə idi. Məsələn, ana deyir ki, işləməyə gedir ya da başqa bir yerə gedir, amma bilir ki, nənə var, baba var, baxacaqlar. Uşaqlar bir şəkildə böyüyür. Amma şəhərləşmə artıq xırda ailələr yaratdı. Artıq hər kəs balaca bir evin içinə girir. Ana-ata olur maksimum. Ana-ata da işə gedəndə uşağa baxan tapılmır. Maksimum nənə baba ola bilər. O da hər ailədə olmur. İqtisadi problemlər də müəyyən qədər təsir edir. Ancaq ki, baxsaq uşaq dünyaya gətirilmə indeksi yuxarı olan ölkələrə, məsələn, Nigeriya bugün əhali partlayışı yaşayır. Afqanistan, Pakistan belə yerlərə baxsan, bu insanlar uşaq çox dünyaya gətirirlər. Halbuki iqtisadi vəziyyətləri çox da yaxşı deyilsə olar. Orada artıq təhsil səviyyəsi var. Orada qadınların təhsil səviyyəsi daha aşağıdır, yəni mənim fikrimdir ki, daha aşağıdır deyə. Həm də çox da iş gücünə qatılmırlar deyə, yəni evdə otururlar və sanki keçmişdəki dövrdə bir 100 il əvvəlki dövr necə idi? Oranın da bəlkə də ucqarlarında, bəlkə şəhərlərin elə qıraqlarında vəziyyət hələ də aşağı-yuxarı eynidir deyə. Xüsusilə Əfqanistanda məsələn. Əfqanistanda yəni qadınlar demək olar ki, evdən çölə çıxa bilmirlər, işləri, uşağa baxmaq və s. Həm də yəni bunun təsiri var. Bunların ciddi təsiri var. Deyirsən iqtisadi vəziyyətlə də əlaqəlidir, amma əksinə iqtisadi vəziyyət yaxşı olanlar daha az uşaq dünyaya gətirirlər. O savadlıdırlarsa. Yəni orada əslində daha çox savad amili rol oynayır məncə. Yəni savadlıdırlarsa daha az uşaq dünyaya gətirirlər. Təşviqlər var da bəzi ölkələrdə. Məsələn, Rusiyada çox böyük təşviqlər var. Avropada, Almaniyada filan nə qədər böyük təşviqlər var uşaq dünyaya gətirmək üçün. Ancaq ki, insanlar yenə də demək olar ki, düzəməlli uşaq dünyaya gətirmirlər. Yəni iqtisadi məsələlər də bir yerdən sonra təsirini itirir. Buradan mənim fikrim odur ki, kasıb böyümüş insanlar, məsələn, deyək ki, bu nəslin iqtisadi məsələləri pis idi indiyə qədər, iqtisadi vəziyyətləri, rifahları aşağı idi, amma yavaş-yavaş yüksəlməyə başladı və o nəsil uşaq dünyaya gətirir. Çünki kasıb idi, deyək ki, daha imkanlıyam, indi uşaq da dünyaya gətirə bilərəm, gətirim, yaxşı da baxaram. Amma o rifahın içində də olan uşaqlar, onlar böyüyəndən sonra onlar həm də təhsilli olurlar. Yəni çünki rifah vəziyyəti yaxşıdır, yaxşı təhsil ala bilirlər. Onlar sanki artıq iqtisadi təşviqlər onlara təsir edən, onlar elə bu vəziyyətə öyrəşiblər deyə. Yəni sənə bu qədər pul verim, uşağı dünyaya gətirirəm, filan uşaq sayına filan qədər pul. Yəni onlar təsir edəmir. Çox da veclərinə olmur. Bir də ki, sanki biraz ailə ideologiyası da zəifliyib məncə. Çünki ailəyə aid olmaq düşüncəsi var idi. İndi isə fərdiləşmə daha çoxdur məncə hal-hazırdakı cəmiyyətdə. Ən böyük səbəblərdən də budur. Biri də budur məncə. Bu da düzdür məncə də. Yəni bu əslində bayaq dediyim o səbəbə gəlir. İlk dediyim səbəblərdən biri ki, şəhərləşməklə fərdiləşmə getdikcə artdı. Ailələr kiçildi. Bundan da, yəni belə deyim də, ailə institutu dediyimiz şey artıq dağılmağa başladı müəyyən qədər. Həm də ki, belə bir şey də var. Hal-hazırda əhalini artırmalı olan nəsil Z nəslidir. Z nəsli isə hal-hazırda depressiyadadır. Köhnə nəsillərə baxanda mental sağlamlıq problemləri pik həddindədir. Onları qat-qat aşağı düşüb. Yəni artıq insanlar münasibətə girmirlər. Deyirlər bəzən sanki hər kəs ideal həyat yaşayırmış kimi dincəldiyi anı paylaşır, yaxşı bir anını paylaşır və bəlkə də bunları yaşaya bilməyən, nisbətən daha aşağı səviyyədə olan ya da hələ ki bunları yəni əldə edə bilməmiş bir gənc olsun. Bunlara baxıb bəlkə də depressiyaya düşür ki, yəni insanlar necə həyatlar yaşayır, mən yaşaya bilmirəm, məndə nəsə əskiyimi var. Məsələn, xarici görünüş baxımından ola bilər, müəyyən qədər ideal bir anlayış var ki, belə görünməlisən və ona uyğun olmayan insanlar da sanki depressiyaya düşürlər. Burada hətta mən düşünürəm ki, bizdən sonrakı nəsillərdə, yəni Z nəslindən sonrakı nəsillərdə bu daha da pik həddə çatacaq. Çünki indi məsələn
Biz belə deyək də doğulanda, uşaq olanda texnologiya ən azından Azərbaycanda bu qədər inkişaf eləməmişdi. İnternet bu qədər geniş yayılmamışdı. Telefonlar, yəni knopkalı belə telefonlar, düyməli telefonlar idi. İnternet təzə-təzə bəlkə də yayılırdı. Və YouTube, Instagram, TikTok bu qədər həyatımıza girməmişdi. Amma indi doğulan, körpə olan uşaqlara baxanda görsən ki, məsələn, anaları planşeti, telefonu qoyurlar və yemək verəndə və məsələn uşaq ağlayır, narahatdır. Planşeti qoyur yemək vermək üçün. Yəni o gün onu elə mən özümdə gördüm. Uşaq yəni robot kimi ağzını açıb yumur və diqqəti sadəcə orada olur. Yəni məncə bu uşaqlara ciddi şəkildə təsir eləyir indiki uşaqlara. Və buna görə də gələcək nəsil bəlkə də bizdən də daha da pis vəziyyətə düşə bilər. Bu aralar araşdırdığım bir mövzu var. İngilis dilində NEET deyilir. 16-24 yaş arası çox vaxt gənclərdir. Nə təhsil alırlar, nə treninqdədirlər, nə də ki işləyirlər. Bu tərz gənclərin sayı get-gedə artışdadır. Sən nə düşünürsən bu barədə? Türkiyədə cinayət problemi var da, küçələr deyirlər artıq çox təhlükəlidir filan. Yəni bunun əsas səbəblərindən biri bu uşaqlardır. Yəni bunlar iş gücünə qatıla bilmirlər. Keko deyilən o. Özlərinin həqiqətən də, yəni özlərini reallaşdıra bilmirlər bu insanlar. Və elə yerlərə yönəlirlər. Yəni ən azından orada özlərini biraz belə status sahibi hiss edirlər. Ya da ki intihara meylli olurlar, evdə otururlar. NEET-lər sadəcə bu tərz insanlar deyillər. Onların məsəl üçün diplomları da olmuş ola bilər, əvvəllər oxuyublar və yaxud da ki iş təcrübələri də var. Sadəcə hal-hazırda iş tapmaqda çətinlik çəkirlər. Yəni açığı bu iki tərz insanlar var. Bir hissəsi işsiz insanlar sayılır. Yəni axtarışdadılar amma tapa bilmirlər. Digər hissəsi isə ekonomik olaraq inaktivdirlər. Yəni heç ümumiyyətlə istəmirlər. Yəni bunlar qaynaqlana bilər mental problemlər, fiziki qüsurlardan və yaxud da ki ailələrinə baxmalıdırlar, evdə qalıb və s. Bunların sayı yəni artışdadır və bu özü də çox böyük təsir eləyir, iqtisadiyyata zərər vurur. Bu məncə zaten iqtisadiyyatın yaratdığı bir şeydir. İqtisadi məsələlərdən doğan bir şeydir. Bizim əslində böyüklərimizə baxsaq, xüsusən də indi biz düz Azərbaycan SSR-nin tərkibində olub, orada məsələn universitet qurtarırdın, yəni sənə iş verirdilər də, təyin olunurdun, gedirdin orada işləyirdin. Böyük nəsil bəlkə də hiss eləməyib, amma Avropaya falan baxanda orada insanlar yəni işə girirdilər, iş tapırdılar, daha çox qazanırdılar. Məsələn, ev ala bilirdi. Avropada yaşayan insan bir neçə nəsil əvvəl, bəlkə də bir 10 il, 20 il əvvəl, ya belə deyək də o böyük boomer dediyimiz nəsil. Ancaq ki, onların uşaqları bu gün ala bilmir. Yəni evlər ala bilmirlər. İş tapmaqda daha çox çətinlik çəkirlər. Bu məncə kişilərdə daha çox şey. Çünki kişi iş tapa bilməyəndə oğlan bir müddət sonra ailəsi ona baskı eləməyə başlayır. Özü də özünü pis eləməyə başlayır. Çünki müəyyən gözləntiləri var. Amma məsələn qadınların düz bu hər qadın üçün keçərli deyil. Çünki qadın ola bilər ki, istəyər ki, işləyim falan amma iş tapa bilmir. Eyni təsirlər onu da eləyə bilər. Məncə qadınlarda da eyni təsirlər olur qadınlarda. Həqiqətən ətrafımdakı kişilərdə çox görürəm. Elə bilirlər ki, işsizlik, iş tapa bilməmək, öz pulunu qazana bilməmək təkcə kişilərə təsir edir. Bizə yəni vecimizə deyən aslında qızıqda. Düzdür. Cəmiyyətin təzyiqi sizin üstünüzdə daha böyükdür ki, sizin dəyəriniz daha çox istehsal etdiyiniz, daha doğrusu produce, yəni cəmiyyətə verdiyiniz bir şeylə ölçülür, maddi bir şeylə ölçülür. Amma bunun da bizə yəni eyni şəkildə qadınlara da təsiri var. Bu da təbii ki elədir. Xüsusilə də sənin o dediyin təhsil almış qadınlara çox təsiri var. Dediyim kimi də o qadınlara daha çox təsir edir. Əslində ola bilər ki, əvvəllər yox idi qadınlara. Çünki əvvəllər qadınlarda belə bir şey vardı, evlənsin, yəni həyat yoldaşı ona baxmalı idi. Qadının elə yəni vəzifəsi yox idi həyatda ki, ona öyrədilmirdi də ki, sən işləyib öz ayaqlarının üstündə durmalısan. Amma indi hal-hazırda yəni qadına aşılanan budur ki, öz ayağının üstündə durmalısan, oxumalısan, işləməlisən, işləməsən dəyərin yoxdur. Bu nə qədər aşılanır, mən ondan biraz şübhələnirəm. Bu gün yəni belə deyim də, məsələn bizə məncə kifayət qədər aşılanır. Azərbaycan kimi belə deyim, mühafizəkar ölkələrdə bu daha çox olur ki, yəni qadın məsələn işləməsə, deyək ki, ya iş tapa bilmirsə, o eyni kişinin gördüyü təzyiqi görmür. Çünki insanlar belə düşünürlər ki, qadındır, uzağı evlənəcək, gedəcək, yaşayacaq, əli saxlayacaq onu, belə bir anlayış var. Amma kişilərdə yəni bu təzyiq məsələn sən düz deyirsən, indi müəyyən qədər qadınlarda da ola bilər. Amma yəqin ki bir 20 il əvvəl başsa daha əvvəlki qədər asan deyil işləməyən qadının da evlənməsi hal-hazırda. Çünki yəni kişilər də çoxunluqla görürəm ki, işləyən qadınla evlənirlər. Çünki hal-hazırda iqtisadi problemlər çoxdur biraz. Yəni əvvəlki kimi bir nəfər maaşı ilə bir ailə keçindirmək asan deyil. Standartlar də dəyişir. Məsələn, əvvəl qadının kişidən gözləntisi işləməsi idi. Qadının işinin olması elə də bir böyük bir gözlənti deyildi. İndi isə artıq get-gedə gözləntiyə çevrilir deyə. Mən bunda nəzərdə tuturam ki, bunun gətirdiyi psixoloji yük. Məsələn, deyək ki, işdə yoxdur, təhsil almır, hər hansı bir treyin falan yoxdur. Və buna görə də məsələn deyək ki, depressiyadadır ya da hansısa belə deyək də qaraqura işlərlə məşğuldur. Bəlkə narkotik asılılığı var və s. Kişilər daha çox təsir edir. Çünki onların üstünə qoyulan yük başqadır. Sırf onlardan tələb olunan şeyi onlar qarşılaya bilmirlər. Amma qadının üstünə hələ də o dərəcədə, xüsusən deyirəm də Azərbaycan kimi ölkədə o dərəcədə yük yoxdur. Yəni bir qadın işləməyəndə
Yəni maksimum şey tələb olur. Məsələn, evdən get də, nə qədər evdə qalır, bu tələb olur. Evlən get baskısı da çox da asan bir baskı deyil. Yəni kişilərin daha çox narkotikə, içkiyə yönəldiyini dedin. Amma məncə bu kişinin üstünə daha çox baskı olmasından deyil. Qadınlar emosional olaraq məncə daha güclüdürlər kişilərdən. Kişilərə duyğularını ifadə etmək çox da öyrədilmir ailələr tərəfindən. Sən kişisən, sən güclü olmalısan, sən ağlaya bilməzsən, amma qadınlarda belə bir şey yoxdur. Qadınlar emosiyalarını daha yaxşı idarə edə bilirlər. Ona görə də qadınlar daha az içkiyə meylənirlər, pis situasiyalarda, yəni və yaxud da narkotikə meylənirlər. Kişilər isə o qədər duyğularını yaşaya bilmirlər və idarə edə bilmirlər ki, başqa bir şeylərdən gözləyirlər ki, idarə eləsin onları. Çox doğru. Ola bilər. Qadınlar da biraz əsəbləşdirirlər mən bəzən. Bu meditasiya, bu bürclər, manifest eləmək, bu temaları ümumiyyətlə qadınların əli təhsilə falan çatandan sonra bu temalar daha çox yayılmağa başladı. Deməli manifest nədir? O günlərdə bir dənə dostum video atmışdı. Sən olmasını istədiyin bir şey var. Einsteinın çoxlu evrənlər teorisi var idi. Məsələn də bizim hansısa bir versiyamız hal-hazırda mövcuddur. Məsələn, sən maşın istəyirsən deyə, o maşını almış bir versiyan artıq mövcuddur hardasa. Sən o versiyan kimi davran. Sən hal-hazırda onu istəyirəm deyəndə, ki, manifest budur da. İstəyirəm deyəndə sən o səndə yoxmuş kimi davranırsan. Ona görə də o alınmır. Amma ki, o səndə varmış kimi davransan, o versiyanmış kimi davransan, o alınacaq. Bu budur manifest. Əslində standart bir manifest nədir ya da bu tərs spiritual inancların təməli necə izah olunur? Belə bir şey yoxdur, çünki çox fərqli nöqtələrə artıq bunlar çatıblar. Yəni hər bir şey uydurur. Yəni bu fərqli versiyalar yaranıb, amma bilirəm ki, ilkin ən əsas qaynaqlarından biri Secret adlanan kitabdan gəlir hamısı, hansı ki bir qadın yazıb onu və iddia edirdi ki, əgər sən bir şeyi artıq deyir, kainatdan istəsən olacaq deyir, neynir, heç nə eləmədir. Yəni heç bir aktiv, heç nə göstərmir, sadəcə o özü sən gələcək. Və ondan da soruşurlar ki, bəs siz niyə oturub evdə heç nə eləmədiniz, kainatdan istəmədiniz pulu, kitab yazdınız? O deyir, sıxılırdı, buna nəsə elə bir şey deyir. Müasir bir din kimi baxmaq olar. 100%. Və belə deyim də, xüsusilə də Avropada, Amerikada falan, yəni dinin müəyyən qədər zəifləməsi, amma o boşluq yaradır. İnsanlarda o mənəvi boşluq yenə də qalır. İnanmaq ehtiyacı yenə də qalır. Ya bunu məsələn keçən əsrdə bəlkə də. Keçən əsrdə ideologiyalar çox güclü idi. Məsələn millətçilik var idi, kommunizm var idi, sosializm. Keçən əsrə baxsaq, yəni insanlar buna belə sanki bir kainatın həqiqəti imiş kimi sosializmi və s. belə müdafiə. Amma indi o ideyalar da demək olar ki, belə deyək də soyuq müharibədən sonra SSR dağıldı getdi. O ideyalarda sosializm və s. çökdü getdi. Xüsusilə də sosial medianın yayılması ümumiyyətlə insanlarda bir mənəvi boşluq məncə yaradıb. Məsələn, dinlərin yavaş-yavaş zəifləməyi. Düzdür, təbii ki, hələ də dünyada məsələn müsəlman sayı artır, kifayət qədər xristian var, amma dinlər əvvəlki gücündə deyil. O qədim dinlərə də baxanda, məsələn, onlar da daha yaxşı suallara araşdırırlar da, indikilər kimi deyirlər. Yəni axtardıqları şey odur ki, insan nəyə görə yaşayır, nəyə görə bu dünyaya gəlmişik, öləndən sonra həyat olacaqmı? İndi isə o qədər boş-boş temalara yönəliblər ki, bilmirəm, bir dərinlik yoxdur hal-hazırda. Onu din kimi görürlərsə belə, o dində belə dərinlik yoxdur. Biz bayaq dedik ki, sosializm var idi, müəyyən bir idarə etmə sistemləri haqqında bir inanclar var idi. Hansı ki, Harari demiş, onlar da din sayıla bilər. İndi də kapitalizm var. Biz içində olduğumuz üçün görmürük. Kapitalizm, yəni indi hamının inandığı dindir. Hamı inanır ki, biz bura gəlmişik ki, var gücümüzdən pul qazanaq. Yəni sən işləmirsənsə dəyərin yoxdur. Nə qədər alırsansa, nə qədər ən bahalısı səndədirsə, o qədər dəyərlisən. Bunların hamısı kapitalizmdir.